Baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtride, Azərbaycanın kolası Buz Kola, Unimetal, Zira Olives, Sleepy by Hollywood. Şounun qaydaları. Fanatlar, qeyri-fanatlar və eləcə də adi insanlar tanınmış qonağımıza öz suallarını vermək üçün məkanımıza toplaşıblar. Əgər qonaq cavablarında səmimi olmasa, hər kəsin masasının hesabını ödəməli olacaq. Yox, əgər bütün suallarına səmimi cavab verərsə, onda bütün yeyib içmək aparıcıların hesabına olacaq. Nuş olsun. Bir dənə də alqış istəyəcəm Qaqabət üçün. Yenidən bir də alqışlar. Qaqabət! Sağ olsun Qaqabət. Əlixan, səncə dünyada ilk zarafatı kim tapıb? Məncə dünyada ilk zarafatı tapan adam yox, zarafatı ilk dəfə bir yana qoyan adamı tapmaq lazımdır. Niyə? Çünki ən maraqlı söhbətlər zarafatı bir yana qoyandan sonra başlayır. Elədirsə də biz də başlayaq da. Unibank'ın baş sponsorluğu ilə Zarafat bir yana başladı! Qonağımızı təqdim etmədən öncə onun haqqında bir danışaq. Danışaq. Məncə, show biznesdə olan bir çox küsününü barışdıran və dünyanın ona Nobel sülh mükafatı borcu var. Məncə o elə bir sənətkardır ki, onun kimi oxumaq istəyənlər çoxdur. Qarşılayın. Toylar kralı titulunun qanuni sahibkarı. Çox hörmətli sənətkarımız Manav Ağayev! Para bailar la mamba, para bailar la mamba, se me hace tipo una poca de gracias, por ti para arriba y arriba, arriba, baila mamba, baila mamba, para bailar la mamba. Xoş gəlmisiniz. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Bilirsiniz ki, biz sizi o qədər sevirik, o qədər hörmət edirik. Həmçində tamaşaçılar və bizə çox xoş oldu ki, bugün siz buradasınız. Təşəkkür edirəm. Mən də qonaqları da salamlayıram, bizi izləyənləri də. Hər ikinizə böyük bir hörmətim var və mənim qəti şübhəm yoxdur ki, siz olan verilişdə nəysə xoşa gəlməyəm. Mən oldum, olmadım, sizin veriliş həmişə sevilib. Çox sağ olun ki, vaxt ayırdınız, gəldiniz. Manaf bəy, verilişimizə baxmısınız bundan öncə? Bəli, bəli. Mən istəyərdim təkrar bizim qaydaları sizə izah eləyəm. Deməli, bu gözəl gənclər sizə suallar verəcək və siz o suallara cavab verəcəksiniz. Verilişin sonunda biz sizin səmimiyyət faizinizi ölçmək məcburiyyətindəyik. Əgər bizim qonaqlar düşünsə ki, siz bütün suallara səmimi cavab verdiniz, onda sizə göy işarələr qaldıracaqlar. Əgər düşünsələr ki, hiss eləsələr ki, siz qeyri-səmimiydiniz, onda qırmızı işarələr. Qırmızı işarələr çox olsa, bütün masaların hesabını siz ödəyirsiniz. Həmişə kimi. Əgər mavi rəngdən çox olsa, biz ödəyirik. Nicatla mən. Məncə hesab ödəməyə sizdə problemdir. Problem yox. Dedim, daxil dedim, Həmişə kimi. Həmişə kimi. Hələ nöşü var. Bana da maraqlıdır. Dedin səmimi, mənim qeyri-səmimi şeyim yoxdur, ümumiyyətcə həmişə səmimi olmuşam. Nə varsa olmuşam, özümün ziyanına da olsa, yəni səmimi cavab vermişəm. Əsas səmimiyyət. Ondan tam arxayım. Əsas elə bizə lazım olan səmimiyyətdir. İndiyənə kimi ən çox nə qədər hesab ödəmisiniz? Kimisən ad gün ola bilər? Yox, adı günü yox, toy şot ödəmişəm 500 nəfərik. Oy, maşallah. Dostum olub. Ən çox oldu indiyənə. Evladı olmayıb, 10 ildən sonra evladı olub. Allah Mən əhd eləmişəm ki, sənin evladın olsun və o toyun şotunu mən verəcəm. O da elə bilib ki, sözü demişəm, toydan sonra görür ki, şot verir. Təxmini nə qədər olar? Təxmin. Valla çoxdan olub o, amma belə pulda öldü də. 40 min, 50 min, 30 min. Təbii ki, o toyutsa elə olar da. 500 nəfər, hətta 500. 500-450 nəfər adam idi. Bu olub hardasa bir 15 il bundan qabaq. Bəs kimlər oxuyub o toyda? Elə hamı, öz dostlarımı çağırmışdım. Hələ ondan çox olar. Onlar da üstə gəlsən çox olardı. Bu kiçik toy idi. Kiçik toydu. Oy maşallah. Gör elə böyük toy olanda nə edəcəksiniz? Yəni ona görə də yəni olub.
özü ki bir neçə dəfə olub. Yəni düzdür, o 100 nəfər, 50 nəfər olan şeylər olub. Amma bir dənə böyük dedin, o sıraz gözümün qabağına gəldi. Böyük toy əhd eləməmisiniz? Böyüsün onda Böyük toy indi o vaxtı səhv eləmişəm o ikisi. Bizim qara qutumuz var burada. O qara qutunun içində sizə aid olan əşya da ola bilər, foto şəkillər də ola bilər, sevdiyiniz, nə bilim, yemək də ola bilər. O qara qutu hər bir şey ola bilər. Karyeranıza sizin aid. keyfiniz pozlada bilər axırda o qara qutu açandan sonra. Keyfiniz yaxşı da ola bilər. Nə oldu olsun, mənim orada elə bir yaxşıdan başqa heç nə olamaz. Yaxşıdan başqa heç ola bilər. Onda qara qutu gəlsin. Gəlsin, qara qutumuz gəlsin, xahiş edirəm, alqışlarla. Verilişimizin ən həyəcanlı anıdır bu qara qutu. Hələ indi deyil. Bax, indi bir dənə məsələ var. Axırdadır. Mən də bilmirəm onun içində nədir. Baxacağam, onu qoyun ora, xahiş edirəm. Bizim Qarabağ Futbol Klubunun qapıçısının balaca qardaşı, Koxalski'nin balaca qardaşı buradadır. Xahiş edirəm, dur, alqışlayaq səni. Sən normalla? Normal. Hə, birazdan söz verəcəyik. Bizim verişə baxır, Ukraynadan gəlib. Hə, laf yaxşı. Hə. Koxayskinin qardaşı. Koxalski'nin qardaşı xoş gəlib. Bizim dili də bilir, sağ olsun. Salamünaleyküm, salamünaleyküm. Hər kəs salamlayıram, Mahbəssi də salamlayıram. Xoş Siz də gördük. qapçısınız, yoxsa? Yo, mən özüm rəqqasam. Maşallah istedadsınız ailəlicə. Hə, çox sağ olun, çox sağ olun. Buyur. Amin Əşirin deyib ki, 3 aya Manaf Ağayevi hazırlaşdırıb, onun tərzini dəyişdirərəm. Aminanın bilib də Manaf Ağayevin bilmədiyi nə ola bilər ki? Bir nüans var idi də, o toy məktəbdir, ne məktəb deyil. O da savadlı bir musiqiçi olduğu üçün izah verirdi ki, toy məktəb deyil. Mən də deyirdim belə, sonra razılığa gəldik hər ikimiz. Bunun adı təcrübəymiş, məktəb yox, olsun təcrübədə. Düz deyil, savadlı musiqiçidir, savadlı oxuyandır. Onun mənada deyir ki, yəni mən onu 3 ay məşğul olaram. İmkan var da bunun oxumana. Belə bir şeylər də oxuda bilərəm mən. Başqa janrda Başqa janrda oxuda bilərəm. Ona görə də təşəkkürümü bildirirəm. O pis şey deyil. Nə var ki burada? Hə, də orada nə var ki? Mən də onu örgədərəm. Məsələn, başqa bir muğamzad örgədərəm, başqa mahnılar. Yəni deyir, onu bacarar da. Məsələn, onu dəyişərəm, tərzini dəyişərəm, heç kimi gözləmədiyi şey. Öpürəm onu, bağrıma basıram. Savadlı musiqiçidir, çox istəyirəm onu. Yəni, dedin rəqqasam. Bəlkə bir dənə. Şeir deyəsən. Rəqqasam şey dərsin. Ləzinka rəqsi oynaya bilərəm. Bir dənə oynayaq da burada kimiz. Biraz açıq yer olsa daha yaxşı olar. Qardaş, bir dənə mahnı Açıq qoşun yaşlarda da. oynayaq gəlir. Bəlkə bir dənə də ləzinka oynayasan. Oynadım da. Qardaş, sənə hala oldu. Allah razı Mən Şirin kimi oynadım burada. Şirin obrazım var. Əlaydı. Hala oldu Bir sənə. də Doğrudan sualım bu var. cəhdik. Oynayanda rəqs eləyəndə niyə belə eləyirsən? Yaşayırsan, o hiss o istərsən. Allah sən bilməsən görə yaşayasan Əli xan. Sən özəl yaşamırsan idi. qardaşım, yaşamırsan. O bilmirsən o hissləri. Sən sürünürsən, yaşamırsan. Ürək şirinə özəl idi. Bir dənə söz deyim. Var ol, alqışlayaq. Var ol qardaşım. Çox sağ ol. Minnətdarım. Mən eşitdiyim qədər, bildiyim qədər siz tez-tez Rusiyaya gedib gəlirsiniz və Moskvada da tez-tez olursunuz və bildiyim qədər sabah bir gün oranın xalq artisti statusunu alacaqsınız. Belə bir söhbət yoxdur. Mən dedim, ax, hər şey səmimi, yalandan deyim, belə bir şey var. Amma gedib gəlişim çox. Tez-tez olur. Manaf müəllim, tam səmimi biznes klass uçursunuz, yoxsa ekonomda? Mən dedim, ax, səmimi hocam, birdən toy yəsi deyir ki, yəqin ki, mən müəllim, siz biznesdə gələrsiniz. Deyirəm ki, yox. Ekonom olsun. Halbuki mən almıram, ha. Toy sahibində, hə. Deyirəm ki, yox, qardaş, fərq eləməz. Mən bəlkə də indi mənim qıraqdan başqa, bəlkə də ömrümdə 2 dəfə, 3 dəfə ondan gedərəm, o da mənə olmayıb, dostum alıb. Manaf müəllim, bizim baş sponsorumuz olan Unibankın sizə elə bir hədiyyəsi var ki, bir dənə zəhmət olmasa bizim hədiyyəmiz gəlsin. Unibank bizim baş sponsorumuz. Bəli, Manaf müəllimə hədiyyə. Bu sizə çox sağ lazımlı olsun. olan bir kartdır ya. Onu Sizə 100% burada çıxardım, lazımdır. yoxsa Vacib. çıxartmayayım. Sonra Çıxarda da bilərsiniz. baxa da bilərsiniz. Camaat görsün ki, yalan danışmırsınız da. Burada sizin kartdır. Onu mənə izah elə də, nə kartıdır? Manaf Zəhmət müəllim, olmasın. mən sizə izah eləyəcəm hər şey. Deməli, bu kartın üstünlüyü nədir? Hava limanında
rahat, Wi-Fi-lı, kofeli, çaylı, komfortlu istirahət istəyirsinizsə, Unibankın Mastercard World Elite və Mastercard Black Edition kartları mütləq üstünüzdə olmalıdır. Çünki dünyanın 135 ölkəsindən çox lounge case hallarına pulsuz giriş var. Fast Track xidməti sizi hava limanında olan növbələrdən xilas eləyəcək və transfer xidməti evinizdən hava limanına, hava limanından otelə aparacaq. Uçuşla bağlı hansısa sual yaranırsa və siz kiməsə zəng gelirsə, bundan sonra ehtiyac yoxdur. Konsierj xidməti 7/24 sizin xidmətinizdədir. Bütün bu üstünlüklərdən yararlanmaq üçün Unibank sizdən heç bir aylıq dövriyyəsi tələb eləmir. Unibank sənin bankındır. Təşəkkürlər Unibank. Öncelikle salamlayıram hər birinizi. Xoş gördük sizi Manaf bəy. İcazənizlə sizə sualım olacaqdır. Buyurun. Verilişlərin birində bağ evinizdə maşınlarınızı göstərirdiniz. Adətən səsi olmayanlar belə şeylərlə gündəmə gəlməyə çalışırlar. Axı sizin səsiniz var. Niyə belə şeylərlə gündəmə gəlmək istəyirsiniz ki? Hə, xanım bilmək ki, sənəti olmayanlar İndi qulaq as. maşınlarını evdən Xanım elə bir göstərmək yerdən ki, sual gündəm. verib ki, mənim və mənim evlatlarım və evdə ailə üzvlərim sevmədiyimiz bir şey. Evdə çəkiliş, bağda çəkiliş. Çünki olanı var, olmayanı var, göz var, nəzər var. O qədər yalvarırlar, o qədər xahiş edirlər. Deyirsən ki, vallahi evdən razı deyirlər, narahatçılıq var. Bir də görsən başqasına zəng elətdilər. Kuxnanın böyründə çəkəri ev düşməz, nə bilim burada çəkəri düşməz. O maşınlar da antikvar maşınlardır. Mənim yox, mənim evladımın. Mən onu sürmürəm ki. Niyə bu sizin gözünüzə girir, bunun haqqında yazır? Amma mən vaxt olub yataqxanada da çəkilmişəm 94-95-ci illərdə. Onda da deyirdiniz də ki, bu burada nə yaz çəkdir? Amma mən kimis evində gelib çəkdirmədim. Olanım buydu. Sonra Xruşovka ev vardı, orada gəldilərsə belə bir veriliş vardı. Ev ki böyüyür, xainə paxıllıq, o iç onunla başlayır. Elə onda da deyirdiniz də, niyə çəkdirirsən, niyə göstərirsən? Mən yəni o tərəfində göstərmişəm, bu tərəfində göstərmişəm. Onu ancaq yalnız xain və görməmiş adamlar deyərlər. Başa düşəməm mən, kim çöldə qalır ki? Mən 50 ildir sənətdəyəm, oxuyuram, bir bağ, bir ev. Nə bir şey, kimin evi yoxdur ki? Ümumiyyətcə ev olmayan var ki, hamı yaşayır da. Sadəcə bizim pis niyyətliyik. Tez gözə girir, paxıllıq başlayır. Ay müğənnilər belə, müğənni nəyə gedir burada? İlap bərk gedən 10 min, 15 minə gedir də, bu da manatla. Bu da 6-7 min dollar gedir. Türkiyənin ən zəif tanınmayanı ordel 30 min dollara gedir. O 200 minlər demirəm. Gör nə qədər, gör onların bir deyirlər ki, müğənnilər nə yedi dağıtdı. 10-15 min pul, 6-7 min dollar onların puluna varanda, burada da ki 60 nəfər olur, tək olmur. Yəni sadəcə gözə girir, heç kim ancaq onun pulun sahiblər nə şey edir. Bu şey bizdə var da, yəni bu xainlik, paxıllıq, bunu danmaq olmaz. Var, ona görə də tez o gözlərə girir. Bu dəqiqə efirlərdə nələr gedir, bir-bir nətin yerləri, bir ayrı bir millətlə döyüş gedir. Ona görə də bizdə bu var, nə inirsən elə, nə qədər yaxşılıq edirsən elə. Onunla belə görürəm ki, serona narahatçılıq var. Amma mənə qarşı kimsə bir addım atanda mən onu adam qalmır danışmamış olam. Ona dəyər verməyə o qədər xoşlayıram ki, amma adam var ki, belə də olmalıdır. Ona görə də, özə deyim sana, son bu 10-15 ildə olub, qabaq belə şeylər yox idi. Səbəb nə ola bilər son 15 Səbəb ildə? deyəcək, nə bilim valla. Bəlkə bu Instagramdır, sosial şəbəkələr. Bu sosial şəbəkələr. O vaxt bəli. nə telefon vardı, nə bir şey vardı. Hamı saf kətdə yaşayırdı çiçək kimi. Yəni Aləm deyib bir. aləm dəyib bir-birinə. Yəni bu günləri nə bilim, efirdə danışmaq olmur. Mən də belə çılpaq danışanam, belə də danışmasam alamam. Qabaq bir dənə kişidən birdən gəlib boş pul istəyirdim, bir dənə sən öldürdünüz ki. Ona görə də zəmanə dəyişdi, insanlar dəyişdi bilmirəm. Yəni qabaq belə şeylər yox idi. Borcu verirsən, sonra borcu istəyəndə ona açıqlamasını versən ki, nəyə görə istəyirəm, nə olar, qaytar da borcumu. Doğrudan belə deyil. Səmimi cavabınız üçün çox təşəkkür edirəm. Əslində bunu bilənlər bilir, bilməyənlər bilmir. Mən elə bir insanam ki, oturub hamının pulunu sayıram. Yəni Dərənin ölçüsü var. mən bu işimdir, amma manat mənim pulunu sayıb belə qutara bilməmişəm. İnşallah qurutdunuz. Hələ ki qurutdunuz onda. davam 4-5 edirəm. dənə balta alıb o günləri, dirgəyirəm şeylə, balta ilə kəsmək. Bəs Manaf Yəni müəllim, siz dediniz ki, 10-15 min. 10-15 min məncə az pul deyil. Yox,
Məndən getmir, mən onun yarısına gedirəm. Yəni deyirəm, mən baha gedənimiz buna gedir. Yox, az puldur. Orada 15-20 nəfər adam var. Orada tək adamın deyil. Bu tək adama çatmır. Çatmır. İstanbuldan gedir. Məsələn, indi adını nəyə çəkim kimisə adam. Məsələn, gedir 10 min, 12 minə. Mən bilirəm onun komandasında 15 nəfər adam var. Mən bilirəm oxuyan xanıma nə verir, oradan aparatura nə verir, köməkçiyə nə verir, ansambl. Mən bunu bilirəm, bu mənim işimdir. Onunla belə məsələn, cəmaat tək 15 min pul aldı. Amma demir, 15 min 15 nəfər almışdı, tək özünü almamışdı. Onu görmürlər. Musiqiçilər. Yəni bilmirlər də, yəni bilmirlər. Amma Türkiyədən məsələn gətirirlər 100 min. 100 minlə, 100 minə gələn var. 100 minə gəlib, onun işte burada yaxınlarda gəlmişdi, istəmirəm adını hallandıram, bir rayona gəlmişdi. 250 min evroya gəlmişdi. 250 min evro. Evro ansamblla gəlmişdi. Bir dənə toy oxumağa. Var, bir toy yox. 2 saat iştirak etdi. 2 saatdır. Bu toyuydu, hə? Rayonda nəyə gəlmişdi? Nə lazım? Benzini qutardı. Yəni demək istəyirəm ki, o bizim biri sezonumuz yox, ömür yoxmamız. Onlar evro ilə gedir, dollarla gedir, üzr bilirəm də. Deyirəm ki, tanınmayan, küçə oxuyanları Türkiyədə görürsən ki, 30 minə, 35 minə dollara orada gedirlər. Bizim müğənnilər, misal üçün, Rusiyaya gedirlər toya 25-30 minə və Rafat El-Roman Türkiyədən gəlir, bura konsert verir 25-30 minə. Məncə, az pul deyil. Heç buradan 25-30 minə Moskvaya gedən oxuyan tanımıram. Yoxdur. Yoxdur, yox. 10 mindən yuxarı gedən yox. O bir-iki dənə ulduz var, onlar ki, bizdən. Bir-iki dənə ulduzlar olar, bir-iki nəfər bilmirəm onlar neçə gedər. Ancaq bizdən gedənlərin hamısının qiyməti o deyil, qaqan cibinlər. Hamısı var. Mən Bilal müəllim eşitmişdim. Bilal da işte, Bilal 150-dən aşağı getmir. 150-dən aşağı getmir. Hər gün də toyu var maşallah. Amerikaya 250 min, 300 min olar məncə. Bakıda 150 min deyib, mən Allah xeyir versin. O kostyuma görədir. Kostyum bahalıdır. Hər adamda yox. Hə xanım, qane elədi. Razıyam. Çox sağ olun sənin Siz sağ olun. cavabınız üçün Manaf bəy. Sağ ol. Gəl bir dənə bura, qurban olun. Buna bax. Malaf, mən bir dənə buna baxmam. Allah səni var eləsin. Qurban olaram sənə. Mənim qardaşım, var ol. Özüm Çin döyüş növündə məşğulam. Doğrudan, burada hamısı istedadlardır. Çin döyüş növü özü təqdim elə qardaş. Mən Məhərrəmov Murad Məhdətoğlu. Özüm uzun müddətdir ki, Kung Fu Wing Chun sistemində məşğulam. Hardasa 8 ilə yaxındır. Sadəcə zədlərlə bağlı peşəkar karyeramı ara verdim. Amma yəni həvəsçi olaraq yenidən davam edirəm və əlavə olaraq da ki, yəni serial çəkişlərində, film çəkişlərində qısa rol almışam. Çin yoxsa Kitay? Eyni ölkədə. Sadəcə qardaş, Çinlə düz gəlmir, bildin necə? Çin belə Mənlidir də. Çənlidir. Məsələn, Əlixan Çin tarakanına oxşuyur. Bildin necə? Hansısa bir hərəkət göstərə bilsən, bir dənə hərəkət. Bir dənə, gəl. Sağ-sol geyindi bir dənə. Podiuma. Aşağı düşürük bizdə, sən də hamımız. Bax qardaş, təsəvvür elə ki, bankomatdan Nicat pul çıxardır. Kimsə ona hücum eləyir, sən də ki, müdafiəni göstər bizə. Buyur. Bax, pul çıxardıram bankomatdan. Bəli. Belə Unibank. O da əlindən götürüb qaçanda sən tutursan. Unibankın bankomatı. Diyanda o pul çıxsın da, nə olur? Aha. Diyan burada. Koduma baxmıyor. Hücum elə. Ha, bax, pul çıxardıram. Oho, səni zəlil olasan. Bir də elə mən görmədim ha. Mənim başım pula qarışmışdı, görmədim. Bir də elə təzdən xahiş edim. Bax, bir də elə. Dedi o zarafat. Yəni və davam dolar ki, zərbələr. Ayda. Bunu vursun da zərbəni vursun, baxın görürəm. Alqışlar qardaşımızı. Manat müəllim, biz eşitmişik ki, sizin avtomobilləriniz var. Var idi. Qurutdunuz. Mən qurutmamışam. İndi qurutdular. Kimsə qurudub. Qurutdular, hə. Amma bəzi avtomobilləri siz vermişsiniz taksi xidmətinə. Yox. Olsa nə yaxşı, o da bir biznesdir, amma elə bir şey yoxdur da, yəni. Mən sizə belə bir biznes təklif edirəm ki, avtomobilləri alırsınız, Soundride şirkətinə həvalə edirsiniz. Onlar da sizin adınıza peşəkar və sertifikatlı sürücüləri təyin eləsinlər. Biznesinizi rahatlıqla idarə edirsiniz və 24/7 bütün qazancınızı köçürürsünüz balansınıza. Gözəl biznesdir, inşallah. Düşünərək. Xüsusi qeydimiz var. Soundride'a qoşulan hər bir yeni sürücü 300 manata kimi bonus əldə edə bilər. Təşəkkürlər Soundride. Salam. Salam, əvvəla hər birinizi salamlayıram. Necə? Manaf bəy, hər birinizi salamlayıram.
Hələ bildim xanım reklam danışır, hansı belə. Onu da eləyərik inşallah. Sizin bir dənə köynəyiniz var. Onun üzərində Cənubi Afrika Respublikasının bayrağı var. Mənə də maraqlı olan odur ki, nəyə görə o köynəyin üstündə Senegal yox, Kamerun yox, Zimbabve yox, məhz Cənubi Afrika var. Sizi ora bağlayan nədir? Vallahi Yaxşı onu qardaşlar sizdən var orada, eşitdim. Kimsə indi hədiyyə zadı mən o köynəyi göstərsəydin bilərdim hansı köynəkdir. Yəni sizi ora nə bağlayır ki, Cənubi Afrika Respublikasının bayrağını üstünüzə geymişdiniz? Budur. Bu çoxdan bu hardasa bir 15 il bundan qabaq olub. Onu mənə bir dostum o bilir, mən biraz Niyabısında köynəklər xoşlayıram. Alıb yollamışdı. İnanırsan onu Çox qəşəng, çox maraqlı. bir nə qədərdən sonra bilmişəm ki, o bayraq şəkildir. Yəni orada başqa bir şey yox. Sadəcə bilmədən geyinmisiniz. xoşum gəlib, alıb yollayıb. Sonra bir nə qədərdən sonra bilmişəm ki, o bayraq şəkildir. Heç bilmirdim. Elə fason oldu. Çünki öz bayrağımız olsa dəqiq bilərdim də, amma o olduğu üçün heç fikir verməmişdim. Sonra dedilər, bildim. Yəni Afrikana heç bir bağınız yoxdur. Tam Afrika səmimi danışır. hara, Füzuli hara, sən tanısan. Ola bilər də hansısa dostlar, qardaşlar. Yox, Bəlkə Afrikanın biznes var orada gizlədirsiniz bizdə. Afrikadan alınmıyor o. O Almaniyadan alıb. Bunda ola bilər oranın bayrağı da Almaniyadan alınıb. Tamam, çox sağ olun. Siz sağ olun. Alqışlayaq. Və mən istəyirəm ki, verilişimizin bu anında çoxdan da bu zümzümələ eləmirik verilişdə. Deməli, bizim tamaşaçılar zümzümə eləyəcək. Züməli mənnətlər, poliçiyaz olduğumu tamamlayıram. Tuzlu ayran, duzlu tort, şirin nugget, toyuq əti. Allah Onu da pisdir. yəni. Hə, onda sizin cəzaları yeməklə saxlayaq, biz də ki içərik. Yəni bunlar asan deyil ha. Salam, xoş gəlmisiniz. Timur Burası yazışdı. Xoş gəlmisiniz. Görək zümzümədən tapa biləcək ismi mahnını. Buyurun. Onu deyirəm. Elə bir milçək hamamda çimə Ay sağ ol. Qıdıq. Mən ayağa durmasam alınmır. Ya. Gedə. İki dənə xala arı oturub qeybət qılırlar. Biraz ucadan. Yox, Biraz ucadan ucadan, olsa xahiş edirəm. bilməm. Radikulit Tarakan. Kapanmadım. Əslində tanış gəlir. Bəlkə başqa mahnı varsa istəyirsiniz başqasından. Retro mahnıdır. Nə mahnıdır, mən mahnıdır. Azərbaycan deyil. Ha, Azərbaycan deyil. Bayaqdan 5 dəfə deyirəm, yeri düzsən. Bir dənə də gedək xahiş edirəm. Hamı qulaq assın, bəlkə Aha. ağlayır. Arı ağlayır burada. Ay xanım, lazım deyil, qoy başlayaq. Lazım deyil, qoy başlayaq. Elə bu yaxşıdır. Yo, biz də tapmamışıq axı, tələsməyin. Hə, mən uduzdum da, deyim başlayayım. Yo, uduzmamış, hələ biz də tapmamışıq. Mən Bir dənə sonuncu dəfə. Onun bu tərəfinizi, orta dəyişəkdir ya. Mən də istəyirəm, belə duzludur. Sirkə vurmuşsun. Öldü deyə bu. İbrahim Tatlıses, aramam sormam. Ayda. Başlayalım. Sənə kimdir yerdən? Düzünü Heç demə. kim heç nə demədi. Özün? Ha, bu qulağım işlərmi? Bunu çıxartdım. Aramam nətər çalgınsa, mən burada bunu da bilmədim. Mən də deyiləm şeydir. Amma düz oxşuyurdu, düz deyilsən. Yazıq İbrahim Tatlıses. Prosto onu nətər elədinsə yazılım gəldi mən onu. Nuş elin. Hə, sağ ol, Allah köməyin olsun. Biz tapdıq. Növbəti. Necədir? Allah. Nə? Bunun ortasına nəsə... Xahiş edirəm yaxından çəkin. Valla mənim dedi Bunun ki, ortasına nəsə vurmuşsunuz. odur da, əsas onun o ən pis, ən belə ziyan verici. O birisine şükür. Siçan maşın sürür. Bu Nokia'nın zəngidir. Ay sağ ol ha. Yox, çox qısadır da. Bir dənə də zəhmət olmasa. Vibrasiyadan çıxardın. Yo, mən oraya gəlməsəm alım da. Bir dənə xahiş edirəm. Təzdən. Elə bir çəyirtkə balasını danlayır.
Boğazı gəlmiş qarışqa. Ayda. Heç bir versiyanız yoxdur, nə mahnı? Qulaq asmışsınız. Yox, bunun elə mən nə bilmədim. O boyda aramanı tapamadım mən. Bunu nətər tapım? Yəni indi aramama yeri var idi İbrahim. Heç olmasa oxusun, bəlkə oxuyasınız. Öz mahnınız idi, canlı bu qız. O mən o elə deyil. Qız candır, yoxsa Belə çaldılar bunu. Ayo, bu maşın siqnalına oxşuyur. Sən onu belə çalmadın. Sən gör nə hər şey söz mahnımı tapam mən. Onu elə eləyə bilsəydim, Manaf Ağayev olardı. Eləyə bilmirsə. Təşəkkür et, tapmasam da təşəkkür edirəm. Salamlayıram hər birinizi. Manaf bəy, xoş gəldiniz. Zümzümədir də səndə. Bəli, zümzümədir. İkimizdə bir ürək var. Bəli. Bax, sən onu bildin. Malaq, mən xahiş edirəm. Növbəti cəza. Nə dedin? Çaydan sonra növbəti cəza. Bu qədər tez. Növbə ilə də Olmadı bu. ki. Bu nədir? Bu kraskadır. Nədir bu? Raska Rəngdir. deyirəm, bu qəşəkdir, bunu iş eləyəcəm. Sən getmirsən ora. Yaxşı, sən gedərsən. mən- Yaxından qulaqasını heç kim tapıram yox, da qulaq mən. asma da. Mən niyə burada oturum? Bəlkə başqa bir zümzüm eləsin. Var bildiyim Mən o mahnı. başı Buyur, uzalladır ha. O gedir oradan sualları örür. Anlatmağa yarışır, mən bunu yemək istəyirəm, Yaxşı. biləm ki. Ən asan mahnı. Qala da su qala. Canavar. Canavar, bəli. Özünü təqdim elədin. Mən Məhəmməd Həsənov. Biz niyə belə danışırsan? Necə danışıram? Hə? Öz səsin belədir. Bəli, öz səsim belədir. Bax, bu səslə şeirimi deyim, nəsə bir balaca bir səhnəciyimi deyim, nəsə eləyə bilərsən? Gecə xəyalı ilə yatıb hər səhər görmək ümidi ilə oyanmaq da eşq. Həyata baxmaq da nağıllar kimi. Min bir möcüzəyə inanmaq da eşq. Onu hər görəndə dolaşdıqca dil, susur o danışsa dünya ilə bil. Nə sarılmaq deyil, nə öpmək deyil. Əlini tutmağa utanmaq da eşq. Nə bilim, məşki. Alqışlayaq qardaşımızı. Amma bu nədir? Bu maşın kraskasıdır. Yox, Gedə. gedəcək. Əhəng. Yox, içmirəm. Ayda, diyan. Duzlu Onu ayran. başını qatma da sən. Duzlu ayran ki, onu içərəm. İç. Başqa şey. Ayda. Sağ olun. Alqışlayaq da, xahiş edirəm. Önümə də görərəm. Bəli. Canavar. Manaf müəllim, mən istəyərdim ki, bizim xüsusi sponsorumuz olan Buz Kola gəlsin və biz onun dadına baxaq. Naxçıvan dağlarının suyundan hazırlanmış yerli kola. Tam səmimi deyirəm. Doğrudan tam səmimi deyirəm. Hər gün mən bu buz kolanı içirəm. Doğrudan da deyirəm, mən heç vaxt qazlı rəngli içkilər, dostlarım bilir, içmirəm. Amma buz kola olandan sonra mən bunu içirəm. Şəkəri çox qaydasındadır da. Yəni nə çoxdur, nə azdır, orta. Soyuq halda təbii ki, çox dadlıdır. Naxçıvan dağlarının suyundan hazırlanır. Eşq olsun Naxçıvan torpağına. Bəli, eşq olsun. Milli kola. Milli Bizim kola, buz kola. Alqışlayaq. Yaponiyadan qonağımız var. Hə, Füzuli ilə yaxındır ora. Gəl görün. Yaponiyanın anime kəndindən. Salam, hər birinizə salamlayıram. Manaf bəy, sizi salamlayıram, xoş gəlmisiniz. Sushi çubuğudur başımızdakı. Yox, dırnaq telkasıdır. Bruce'nin bibisi nəvəsi. Buyuruz. Toyların birində sizə bir nəfər yaxınlaşıb deyir ki, siz müğənni deyilsiniz, kişisiniz. Səndə kişilik xüsusiyyəti var. Sən kişisən. Sən müğənni deyilsən, sən kişisən. O orada nə demək istəyirdi ki, bunlardan biri olanda o biri olmur ki? Yox, indi o məni bu gün də ondan dostluğum. O ilk dəfə idi məni görürdü. Bərdədə toyda olmuşdum. Çox bilməyənlər də bilsin, çox sayılan, seçilən, hörmətli bir kişidir. Toyda ürəyə asılmışdı. O demək istəyirdi ki, yəni müğənnilik zat boş şeydir də. Sən oxuyan deyilsən, Manav, sən kişisən, güya ki... Ya sənətimə görə yox, özümə görə. Sənətinə görə yox. Əslində bu mənim üçün
fəxr elədici bir şeydir. Bəli. Yəni sənətdən qabaq insanın kişiliyinə, oğlanlığına mən həmişə ona dəyər verirəm. Ola bilər yaxşı sənətçi ola bilər. Birinci odur. Məndə də şükür olsun ki, birinci ondan başlayırlar ki, səndən yoxdur, sən yaxşı kişisən. Oxumaq qalıb qıraqda, sonra yadında düşsə deyil. Onu demək istəyir ki, sən oxuyan döv səni, sən kişisən, onu çatdırmaz ki, oxumağın boş şeydə, yəni bunu qoyduq belə. Sən kişi oğlu kişisən, o da mənim üçün bundan qiymətli bir şey yoxdur. O da ilk dəfə idi mən deyir, bunu axtarırdım, izləyirdim, səni görüm deyim, gördü dedi, dəyərli kişidir. Sağ ol. Yəni orada o mənim sənətimdən çox kişiliyimə qiymət verir, onu demək istəyir, başqa bir şey yox. Çox sağ olun, təşəkkür Siz sağ ederim. olun. İlk öncə salamlayıram hər kəsə. Sağ ol. Aycan. Salamlar deyirəm. Salamlar qardaşım, salamlar. Bu verilişin ötən buraxılışlarının birində Rəşid doktor qonaq idi. Rəşid doktor botoks vuran kişilərə yaxşı baxmadığını demişdir. Siz isə elə kişilərə pis baxmadığınızı demişdiniz. Siz və Rəşid doktor biz gənclərə nümunə olan ağsaqqallarsınız. İndi biz necə başa düşək? Siz düz deyilsiniz, yoxsa Rəşid doktor? Yox, yaxşı baxmıram. Ümumiyyətcə o şeyə pis baxmıram. Əgər həqiqətən bunun burunda problem varsa, əyridirsə düzəldir, düz eləyir. Nətər olur, saç keçəl olur, tükəkdirə bilir. Nə bilim, gözünün altında bəlkə də nəsə bir, o, nə deyirlər, belə şey varsa, quruş varsa, xüsusən də səhnə adamlarına. Bu nə eləyir? Da indi gedib o, nə bilim, gel deyirsiniz, nə deyirsiniz, üzü dartdırmaq maqsadımı bu kişiyə öz adımdan deyirəm də. Yəni mənim xarakterimdə olmayan Kim istəyir özü bilər, amma... Kişinin gözəlliyi onun qocalığındadır. Müəyyən şeylər olar, məsələn, deyirəm də, yəni səhnə adamısında, məsələn, qırış varsa onu biraz düzəlt, da get buradan qulağını danlayır, darat, belə şeylər. Ona da pis baxmıram, amma hələnin öz yaşayış tərzi var. Siz özünüz eləmişsiniz amma. Ona xoş deyil, mənim yaşayışım onu qəbul eləmir. Amma məncə kişilər özünə qadınlar kimi qulluq da eləməlidirlər. Eləməlidir, mən ona pis baxmıram. Yox, mən demirəm ki, siz... Müəyyən o əndazə var da, qadın olan, qadın üçün olan şeyləri kişi eləyirsə nə fərqi var ki? Yox, amma kişi özünə qulluq eləməlidir, saqqalını, başını... Hər şeyi ilə üzünə dəl gəzdirməlidir. İndi mən siz dediyiniz o müəyyən şeylər var, ona görə də kişi özünə də, nə bilirsən, bəlkə də 10 ildən sonra məndə nəsə eləyəcəm. Əndazə var da, yəni ondan çıxmaq olmaz. Bir qırmızı xətt var ki, ora kimi. Nə bilim, qaşını qaldırır, qaşını şeylətdirir, gözünlə mündətdir. Yəni, yenə də onun özü bilər, öz yaşayışları. Mən nicatı güclə saxlayırdım, geldi ki, dodağıma vuracam. Yəni, Əli xan, bir dənə sənə söz deyim. Belə şeylər var. Hələ bilmək olmaz ki, 20 ildən sonra çox uzağa getdi. Nələr olacaq? 3 aydan sonra. Bəli. 20 il çoxdur. Ona görə danışmır. Səhnə gözəllik tələb edir. Mən onu pis baxmıram. Amma yerində olanda yaxşı olur da. Bəli. Təbii ki. Qardaşım, qan elədim ha. Mən elə çox sağ olun, təşəkkür edirəm. Bir dənə sən sual verim, o ürəyim partlayır. Sən həyatında birinci dəfə də danışırsan? Nəsə həyəcəm var, üzr sana gəl. Ağışda qarışlar, bax edin. Özünüzə zəhmət olmasa təqdim eləyin. Salam. Hardan gəlmisiniz? Necə gəlmisiniz? Hansı marşrutla? Niyə gəlmisiniz? Niyə gəlmisiniz? Xoş gəlmisiniz. Xoş gördük. Sizə sualım bu cürdür ki... Heç bir sualıma cavab vermədiniz. Çox sağ olun, davam edin. Buyurun. Buyurun. Həyəcandan ola bilər. Nəsə başlayıram. Siz öz səsinizin, istedadınızın hesabına xalqın göndərdiyi 1 milyondan çox SMS nəticəsində Toylar Kralı seçilmisiniz. Xalqın gözü tərəzidir. Amma bu tərəzi ilə razılaşmayanlara və sizi tənqid edənlərə buradan nə demək istəyirsiniz? Ayıb olsun Allah. Tənqid edənlərə. Təbii ki, bu bir zarafatdır. Yəni, tənqid olub, istəmir özü bilər, hamını bir nəfər sevə bilməz. Qaldı Toylar Kralından qalib, orada bütün Azərbaycanın populyar müğənnilərinin bir 80% orada olub. Bu da SMS-lə olub. Mən özüm də orada təsdiq eləmişəm ki, burada məndən yaxşı oxuyanlar var idi. Amma sadəcə bir oxumaq dövldə xalqın sevgisi başqadır, istək başqadır. O demək deyil ki, orada məndən güclü oxuyan yox idi. Bu SMS-lə olan bir şeydir. Yəni, xalqın sevgisi. O SMS də elə bir SMS idi ki, indi çox adam bilmir, deyil. O vaxtı mənim 1 milyon 200'üm olsaydı gelip bina tikərdim, heç oxumazdım. Mən onda Xruşov evdə qalırdım. Çox adam deyirdi özüydü, prost qəbul eləmirdilər ki, xalq sevgisi başqa şey. O pulu heç kimi verəməz də. Yəni demək istəyirəm ki, o mümkün deyil, özün anını eləyəsən. Bəs Manaf müəllim, təsəvvür edin ki, o 1 milyon 200 min səs gəlmir. Sizə pul ekvivalentində gətirirlər, bir çamadan pul qoyurlar ki, 1 milyon 200 min pul verirsə, hansını seçərdiniz? Səsi yoxsa pulu? Mən pulu. Pulu əslində mən də seçərdim, amma o mənim sənətim olduğu üçün o da bir titul idi. O yüzden təqdim elədin ki, Qanuni Toylar Kralı bu heç də o bir adlardan kəm ad deyil, bu xalqın adıdır. Onda səsləri seçərdiniz. Mən həmişə deyirəm ki, Allah xalq sevgisin insanı ola bilər, sən
popülyar ola bilərsən, sən amma sevilməyə bilərsən. O 1 milyon 200-dən 100 min mənə versəydiniz, Güzəlli mən də yenə bir verərdim. Siba belə təqdim edərdim ki, toyların kralı bizim Yox, mən bilsəm sənətkarımız. təqdim eləsiniz, o 1 milyon 200-ün, 200-ün sizə verən, bir də elə işlər gedərdi, proses gedərdi. Xanım, qane elədi. Bəli, çox sağ olun. Manaf müəllim, səhər yeməyini sevirsinizmi? Bəli. Səhər yeməyində bəs zeytun yeyirsinizmi? Zeytun dərdinə dərmandır hər şey, bunu hamı bilir. Bəli. Evdə hamı yeyir, həmişə də yeməkdə mütləq stolda olmalı, səhər də, günortada stolda olmalı. Zəhmət olmasa Zira Olivsin zeytun səbəti gəlsin. Manaf müəllim, bu yerli istehsal. Bu yeyləsidir bu. Cana dərman, bu yerli istehsaldır. Bəli, 100%. Zira Olives zeytun zavodunda məhsullar yerli bağlarda yetişən zeytunlardan hazırlanmış və tam təbii əlavə qatqısız olur. Zeytunlara bağdan başlayaraq təbii şəkildə qulluq edilir. İstehsal mərhələsində isə ən son texnologiyalar tətbiq olunur. Nəticədə yüksək keyfiyyət standartlarına cavab verən məhsullar ortaya çıxır. Zira Olives zeytun zavodu tam təbii və qatqısız şəkildə zeytun yağları, qara və yaşıl zeytun turşuları, qara və yaşıl zeytun əzmələri, ədviyyatlı zeytunlar, zeytun mürəbbələri, içlikli yaşıl zeytunlar, badam, limon və qırmızı biberlə doldurulmuş çeşidlər yer alır. Zira Olives həm çeşid zənginliyi, həm təbii tərkibi, həm də yüksək keyfiyyəti ilə seçilir. Təşəkkürlər Zira Olives. Öncəliklə hər birinizi salamlayıram. Bir daha xoş gördük. Mən bu yaxınlarda Azərbaycan Respublikasının milli qəhrəmanı, xüsusi təyinatlı şəhidimiz Pəncəli Teymurov haqqında araşdırma edirdim. Onun qəhrəmanlıqlarını gördükcə özüm-özümə deyirdim ki, kəş onu daha yaxından tanıya bilərdim. Və daha sonra bir videoda sizin onun toyuna apardığınızı gördüm. Həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olub, Azərbaycan Respublikasının 3 rəngli ay ulduzlu bayrağı ilə bükülüb tabutum dəfn olmağa getsin. Hətta bir videoda şəhidimiz Pəncəli Teymurovu sizin ağlayaraq oxuduğunuz Ay Vətən oğlu mahnısı sədaları altında dəfn olunurdu. Yağlaya köksünü talan eyləyib, gəl boyuna qurban ay Vətən oğlu. Göyçən Zəngəzuruyum əldən gedib, gəlin sizə qurban olum ay Vətən oğlu. Və buradan demək istəyərdim ki, o cür qəhrəmanı, igid bir insanı yaxından tanımaq şansı olan biri kimi onun haqqında bizə biraz danışa bilərsinizmi? Çox gözəl suallar. Əslində əvvəla bütün şəhidlərimizə Allah rəhmət eləsin, bütün qazilərimizə can sağlığı versin. Pəncəli Azərbaycanın mən çəkinmədən, qorxmadan deyərəm ki, çox qeyrətli bir oğluydu. Yəni Polad kimi, Mübariz kimi, biri də Pəncəlidir, mənim tanıdığım üçün deyirəm ki, ermənilər onun başına pul ayırmışlar. Yəni bir oğlan gedib erməni restoranında çörək yeyib, Azərbaycan pulu qoyub, ora gəlmək bu nə demək? Kəşfiyyatçı idi o, gizir idi. Yəni bunu mən demirəm, bunun komandirindən soruş, gör necə adam idi. Və çox vətənpərvər adam idi. Bu qardaşı ilə gəlib mənlə toyu danışanda, mən onda tanımırdım da, yəni onunla tanış olmuşuq. Yaşı biraz artıq idi. Dedi ki, Manaf müəllim, mən sizi bilsən niyə aparıram toya? Siz vətənpərvər oğlansınız, vətəni qeyrətli olursunuz, vətən sevənsiniz. Mən də kəşfiyyatçıyam, gizirəm, döyüşlərindən danışdı belə. Əslində mən evlənmək istəmirəm. Mən söz vermişdim ki, Qarabağ azad olandan sonra evlənəcəm. Ancaq evdən imkan vermirlər. Ona görə toy amma ürəyimcəndə deyil. Sən ona görə toy aparıram ki, dedi, Vağzalı yerinə Ay Vətən oğlu oxuyarsın. Elə o bəygəlin gələndə də Vətən oğlu ilə gəldik. İndi yəqin hamıda görməyən adam yox. Mikrofonu aldı bəy paltarında. Bu bilsən nə deməkdir? Bəy paltarında dedi ki, Allahdan 2 arzum var idi. Biri Manaf Ağayev Ay Vətən oğlu oxusun mənim toyumda da. Bir də ki, Allahdan arzum odur ki, mən şəhid olum. Sürəkli bayrağımıza bükülüm, tabutda məni dəfn eləyəsiniz. Mənim arzum budur. Adam öz toyunda özünə arzuladıq. Bu öz toyunda özünə arzu. Elə nə arzuladısa, o da elə də oldu. Aprel döyüşlərində, Lələtəpə döyüşündə oturmuşdum, gördüm bunun qardaşı ilə anası zəng elədi ki, bəs Pəncəli rəhmətə gedib, təsəvvür elə tanıdığım bir oğlan toyunda mən oxumuşum. Qızdımanın da içində yanıram, and olsun Allaha. Qızdımaz adı yadımdan çıxdı, durdum, geyindim, elədim. Bunlar da Astaranın elə bir yerində olur ki, elə də bir yağışlı gündür ki, yəni mümkün deyil, oraya elə bir Astaraya getmək heç nədir. Oradan o dəfn olunan yerə çox çətindir, yəni orada olanlar bilir də. Göyçən Zəngəzur mərdə gedibdir, gəl boyuna qurban
ay vətənim Göyçəm Zəngəzur məldən gedibdi Gəl boyuna qurban ay vətənim Getdim onun dəfnində də iştirak elədim. Orada qardaşı yaxınlaşdı mənə. Dedi mənə müəllim, sizə qurban olum. İmkan varsa onun sevdiyi mahnını bunun qəbrini üstə oxuyub. Orada oxudum, Allah onun ruhunu şad eləsin. Milli qəhrəman adı verdilər ona. Ona görə də mən də zəng elədim, yenə onları təbrik elədim. Mən də fəxr edirəm ki, mən elə bir kişinin toyunu mən oxumuşam. O məni özü seçim edib. Ruhu şad olsun, qardaşlarına səbir diləyirəm, anasına səbir diləyirəm. Yaşasın Azərbaycan və Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Amin. Bəli, mən istərdim bizim verilişimizin bu anında gözəl sponsorumuz, xüsusi sponsorumuz Unimetal haqqında istəyirəm məlumat verim. Unimetal Qafqazda yeganə boyalı rulon istehsalçısıdır. Unimetal boru və profilləri hər layihənin ən möhkəm dayağıdır. Yüksək keyfiyyətli poladdan hazırlanır, həm davamlıdır, həm də ölçüdə dəqiqliyi ilə seçilir. Tikintidə, sənayedə, istehsalda harada güvənli metal lazımdırsa, seçim Unimetal olmalıdır. Unimetalda hər şey ölçülüdür, nəzarətlidir və uzun ömürlüdür. Məhz buna görə məhsullar 20 il zəmanətlə təqdim olunur. Unimetalla dam örtüyünüz həm güvənli, həm də dəvli olacaq. Təşəkkürlər Unimetal. Bir dənə çox üzr istəyirəm. Xanım, siz əkilsiz. Hə. Kim böyüdü? Bəli. Mən 2 dəqiqə. Hara tələsirdiniz? Heç nə. Biz də Nicatla qardaşı. Hə. Lan Özümü təqdim edeyim. Mən Zeynəb, əkiz bacım Zəhra. Xoş gəlmisiniz. Bir dəfə bir xatirənizi bölüşəndə demişdiniz ki, təzə ifaçılığa başlayanda sizi efirlərə dəvət etmirdilər. Ananız sizi efirdə görməyi çox arzu edirdi, amma təəssüf ki, qismət olmadı. Allah rəhmət eləsin. Əgər ananız indi sizə baxsaydı, onun üçün hansı mahnını ifa edərdiniz? Təbii ki, onun özünə ana mahnısı oxumuşam. Klipdə çəkdirmişəm anam üçün. Ana mahnısı çoxdur, amma onun xüsusi onun üçün, öz anam üçün oxuduğum mahnını oxuyardım. Allah qəni rəhmət eləsin. Bəli, mənim anam Allah ölənlərinizə rəhmət eləsin. İstəmirəm deyim, pis xəstəlikdən əziyyət çəkirdi. Mənim də təzə parlayan vaxtlarım idi. O vaxtda efir çox problem idi. Bir dənə dövlət televiziyası var, televiziya yox idi. Mən danışıram sizə 94-95-ci illərdən. Anam dedi ki, səni bir dəfə efirdə görsəydim rahat ölərdim. Dedim ki, inşallah hələ ölürsən, hələ var da. Bax, tamam, həkim bilirəm də deyib. Əslində bu dəqiqə show biznesin bir yarısına mən kömək eləmişəm, mən gətirmişəm. Büyüyün də gətirəm. Amma bir dənə elə bir kişi, belə bir qadın yoxdur ki, dursun desin ki, mən sənə bu sənət əlindən tutdum, bir efir apardım, pulunu aldım, belə bir kişi yoxdur. Yəni, heç kim eləməyib. Bu ağır sözdür, bunu efirdən belə demək, adamın qabağına çıxarlar ki, nə yalan danışsa, amma elə bir kişi varsa, çıxsın desə, eləsə, nə yaxşı. Nəysə, o məşhur müğənnilərdən dostlarım var idi, onlarla yoldaşlıq edirdik. İndi rəhmətə gedən də var, qalan da. Onlara dedim ki, bəs belədir də vəziyyət, mən efir üçün yox, prosta anamın arzusunu yetinə məsələn, hamısı yola verdi o vaxtı, alınmadı. Axırda da əlacım kəsildi, o vaxtda Bədii Şura var idi, Bədii Şuradan da keçmək çox çətin idi. Bir mahnı yazıb getdim ora, nəysə, and olsun Allaha, onu danışanda yenə də uşaq kimi ağlamaq istəyirəm. Girmişəm bura, indi burada yoxlama gedir, indi biri razıdır, biri narazıdır. Birdən qayıtdı, dedi ki, sən haralsan? Mən də biraz uca səslə dedim Qarabağlı, çünki oradan Qarabağdan 2 nəfər ustad oturmuşdu, istəyirdim onlar eşitsin. Onlar da gördüm ki, eşitməməziyə vurdu. Nəsə alınmadı. Ki, get, hazırlaş, sonra gələsən, amma bunlara heç nə demədim. Dodağım da indi kimi yadıma belə-belə səyriyir. Uşaq kimi əsirdə. Ürəyim partiya deyənmirəm, axı, kimə oxumaq lazımdır öyle. Arvad rəhmətə gedir. Bir dənə görsün də. Bunu, bu oxumaq böyük bir şeydir, oxuyuram da hər gün toyda. Nəysə çıxdım, gözümü sıxdım, gəldim. O ASTV-dən çıxanda dər aşağı vardı, Babin idi o vaxt. Getdim, çıxdım ki, bu sənətdə belə ilə tullandım, gəldim. Gəldim evə, mamam dedi ki, nətər oldu, necə oldu? Dedim, əla. Hər şey əla oldu və çəkildim, əsas o ki, orada çəkilmək. İndi bir aya, ay yarıma, 20 günə verəcək, növbə ilə. Növbə ilə də dedim, orada çəkirlər, yığırlar, əsas o ki, çəkildim. Çəkildim. Bu arvad dedi, arada bir soruşur ki, nə oldu? Dedim, gələn həftəyə, Allah qoysa gələn həftəyə. Qaraçarat keçindi, görmədi, o məndə
travma qaldı məndə. İndi mənə deyirlər ki, bəs şeydir, sən hamıya kömək edirsən, təbii ki, çıxan deyirdə sağ olsun falan kəs getdi. Deyir, sən eləyiblər, deyirəm, yox, mənə eləməyiblər deyən o travma məndə qaldığı üçün. Mən eləyirəm. Mən eləyirəm. Yəni, belə bir şey olub, tamamilə mənim dərdli yerim idi, danışdırdın, xeyraq danışdırdın, nəslinə mən qısa cavab verərdim, amma içim ondan dolu olduğu üçün daskanalı danışdım hamısı. Çox sağ olun Səmi cavabınıza görə. Birinci, qara qutu açılmalıdır. Xahiş edirəm, qara qutuda görə nə var? Həyəcanlı dəqiqələr. Bura kimi yaxşı gəlmişsiniz, burada gör neyiniz, ailə dağıdansa gətir bura. Bəlkə də bu ailələr dağıdıb, yaxşı mənada. Hə, bizə mümkün deyil, o top da vursan dağılma. Manaf müəllimin 98-ci ildə çıxartdığı ilk kaset, alqışlayaq. Bir dənə xahiş edirəm, bunu yaxından çəkin. 98, 30 il bundan əvvəl. Deməli, ver onu mən deyim, gör onun üstünə nə yazılır. 30 il. Mənim neçə yaşım var idi? Ağlama Füzulim. Ağlama Füzulim. Baxım şəkilə. Şəkilə bax, Əmrahı oxşadırdım özüm. 8 yaşım var idi mənim. Deməli, 9. Necət, bu çox maraqlıdır. Bu kaset mənim bir gecədə həyatımı dəyişib. Bir gecədə insanın həyatı necə dəyişilər? Buna bizim heç 50 manat, 100 manat xərcimiz çıxmayıb da, bu telekopiyadır. Sadəcə oturub evdə, ev şəraitində oxumuşuq, o şey vaxtı idi də, ay vətən oğlu, ağlama Füzuli, mey bizə qaçqın deyən elə o qəmli vaxtlar idi. Bunu yazdıq, özümüz üçün yazmışıq, bu toy zapsıdır əslində. And olsun Allaha, bir gecə ilə, o vaxtda bilirsən də astanovkalar idi, yol qırağıdır. Nə sosial var idi, nə Instagram. Heç nə yox idi, dağılır dünya. Metroların ağzında. Dünya dağılır, bir gün adamın üstə 100 dənə toy gələr, 200 dənə toy gələr. Aləm dəydi bir-birinə. Özüm də gecə səhərə kimi sevinimdən yatamıram. Maşallah olsun. And olsun Allah. Bu kaset mənim həyatımı dəyişdi. Bəli, yəni ondan sonra başladıq növbəti kaset zat, amma bunun yerini heç nə vermədi. Çox dəyərlidir. Çox dəyərlidir. Allah sizi var eləsin. Allah sizi canınızı sağlam eləsin. Yaxşı ki gəldiniz. Çox sağ olun ki, mən... Siz bizim əzizimizsiniz. Bayaqdan bax, təyamlardan dadırıq. Baxıram, bax, qonaqlarımız hamısı həvəslə yeyir. Mən öz təşəkkürümü bildirmək istəyirəm Ariş Paba. Bəli, sağ olsunlar, bütün kollektiv, bütün personal ki, bax, belə dadlı bizə yeməklər, təyamlar, içkilər verir. Irish Pub by Hollywood. Alqışlayaq. Səmimiyyət faizini ölçək. Kim düşünür ki, Manaf bəy səmimi idi, göy işarələri qaldırsın, qeyri-səmimi idisə qırmızını qaldırsın. Buyurun. Orada bir dənə qırmızı olan bilməz. Arxada da var. Yoxdur, doğrudan da. Bir dənə də qırmızı yoxdur. Alqışlayaq, bəli. Doğrudan da bu insan necə var? Mən sənə bir söz deyim, bu getsə də olar, getmədi, elə belə sizə deyirəm də, belə tutarıbdır. And olsun Allaha, gör nə yan içirəm, bu məhkəmə qarşısında deyilik ki, bunu deməyə də bilərəm də. Mən tanıyanlar tanıdım, mən desəm ki, ömrümdə yalan danışmamışam. Heç kimi düzdümünə inanmaz, mən yalan danışaram. Harda? Kimisə müdafiə eləmək üçün, kimisə ölümdən qurtarmaq, kimisə ailəsi dağılmamaq üçün, nəysə Allah da bunu keçər ki, yəni bu mumluq törülüb mənli idi də, yəni bu belə, amma heç var, yalan, necə danış, bu yalan açılacaq, mümkün deyil, açılandan Tək hamımız elə yalan danışaq, kimisə. Hədə yəni o da olmuyor, yəni belə eləyə bilərəm ki, yəni kimisə xilas edeyim də, buradan çıxardım. Ona görə də düz olandan sonra, heç vaxt yalan necə danışmır, yalan niyə danışmalısan ki? Düzün bir başı var. Ən azından da mən Manaf müəllimi illər tanıyıram, bilirəm necə insandır. Allah sizi var eləsin. Sağ olun ki, gəldi. Gəlsin Unibankın post terminalı. Bəli. Gözəl qardaşım Nicat ödəyəcək bu hesabı. Zəhmət olmasın. Narahat olma, bu kartda ürək nə qədər istəyir pul var. Mənim bir şey ki, baş sponsorum Unibankdır. Mən nədən qorxa bilərəm? Düzdürmürəm? Alqışlayaq Unibankı. Bəh, səsə bax, ən sevdiyim səs. Alqışlayaq. Hə, əziz dostlar. Mən başda necə hiss eləmişim bu verilişdə oradan, maraqlı, gülməli, yəni məzəli. Burada hər şey oldu da, hər şey. Əsas nə idi orada? Səmimiyyət də oldu. Növbəti qonağı təyin eləmək üçün ümumiyyətlə rəy bölməsində yazırsınız, kimi görmək istəyirsinizsə, həmin o adamı tapırıq, dəvət edirik və bir yerdə verilişimizi çəkirik. Amma növbəti həftə... Deməyin. Sağollaşmırıq, hələlik deyirik. Hələlik! I don't take no orders from no kind of man.
But if you're gonna stand around, but don't you throw it alone, 'cause I'm leaving. Well, I'm saving on me. Well, I'm evil, so don't you mess around.